dostlar, mən Rəfi Orxan, sizi bugünkü dərsimizdə salamlayıram. Bugünkü dərsimiz nədən ibarət olacaq, onu sizə biraz izah edim. Son zamanlar istifadə elədiyimiz flash kartların əksəriyyətini nəsə yazıb yükləyən zaman error verir. Bu error nədir? Məsələn, tutalım, mən indi hal-hazırda flash kartımı açmışam. Deyək ki, bir fayl yükləmək istəyirəm flash kartıma. Həddindən artıq bir yüksək gigabayta malik olan bir faylı tapaq, yükləyək. Deməli, məsələn, belə bir faylı yükləyək. Bu fayl həcminə gəlin baxaq. Gördüyünüz kimi 4 gigabaytlıq bir fayldır. Bunu yükləyən zaman adətən belə bir ekrana, pəncərəyə açılır və burada faylın sistemə yüklənmədiyi bəlli olur, yəni yerləşmədiyi. Halbuki bizim flash kartımız bizim flash kartımız halbuki 32 gigabaytdır. Hal-hazırda gizlənən fayllar olduğuna görə gigabayt az göstərir. Burada amma xeyli yeri var. Səbəbi nədir? Səbəbi odur ki, bizim kartımız, flash kartımız deməli FS 32 bitində format olur. Mən indi onu sizə izah edim. Burada gördüyünüz kimi FAT32 bu deməli flash kartın format olunduğu sistemdir. Amma əslində bizə lazım olan bu deyil. Bizə NSF tipi lazımdır. Yəni bu tip lazımdır bizə ki, bu fayllarımız rahatlıq şəkildə yüklənsin. Bunu necə etmək olar? Əvvəlcədən məsləhət görürəm ki, kartınızın yaddaşında olan bütün faylları kopyalat edib xüsusi bir papkaya atasınız hər ehtimala qarşı. Yəni, çünki ola bilsin həmin əməliyyatı həyata keçirən zaman bu silinə bilər. Bundan sonra boost düyməmizə daxil olub isi proqrama stranitsa. Burada komanda Strako var. Bu düyməni aça bilərsiniz. Bu düymənin qısa adı KMD gedir. KMD. Bu düyməni açdıqdan sonra hansı əməliyyatı yerinə yetirəcək? Mən sizə onu əvvəlcədən izah edim. Burada mən qabaqcadan yazıb hazırlamışdım. Sizin üçün rahat olsun deyə həmin sistemi həyata keçirdəcək biz. Əvvəlcədən bu yerinə biz bu yazını yazırıq. Bunu kopyalayayım, yadınızda saxlayın. KHKDSK yazını yazdıqdan sonra bizim flash kartımızın, yəni əsas adı hansı addır? Baxın, burada görürsünüz F-dir. F bizim flash kartın belə deyək də növünü, nömrəsini göstərir. Ara verib F2 nöqtə qoyduqdan sonra arxasınca drop kiçik F hərfi ya böyük F hərfi fərq etməz. Kiçik F yazaq, basırıq və enter düyməsini sıxıb gözləyirik. Hal-hazırda burada gördüyümüz kimi əməliyyat getməyə başladı və burada avtomatik Orxan fikir verib mənim kartımın adını oxudu və 1.3.2016.19.18-ə yəni format olunduğu sistemi göstərir, hansı versiyada. Ondan əlavə mən bayaq qeyd elədim, bizim kartımız FAT32 sistemində format olduğuna görə digər həddindən artıq çox yüksək gigabayta malik olan faylları aça bilmir. Bu da məhz bizim üçün belə deyək əngəl yaradır. Hal-hazırda əməliyyatın getməsini gözləyirik. Bu biraz çəkir ən azından. Və budur. Hal-hazırda əməliyyat başa çatdıqdan sonra ikinci sistemi, yəni yazırıq, həyata keçirdirik. Kopyalat Asus. Bu kompüterinizin yəni adını göstərir. Bura daxil edirik. Convert.
etiraz edirik. Yine flash kartımızın adını yazırıq. F2 nöqtə. Burada probellə ara verdikdən sonra yenə drop işarəsi böyük hərflərlə F, S, 2 nöqtə, N, T, F, S. Yəni bu isə məhz bayaq bizim qeyd etdiyimiz FAT32-ni əvəz edəcək. Yəni bunu siz ikinci yerə yazacaqsınız. Və bunu yazdıqdan sonra Enter düyməsini basırıq. Və əməliyyat avtomatik çevrildiyini göstərir. Yəni 32 bit sistemi avtomatik olaraq NTFS sisteminə çevrilir. Yəni bu da bizim üçün şərait yaradır ki, kartımızda heç bir problem olmasın və yaxud da yüklədiyimiz hər hansı bir fayl avtomatik rahatlıqla yükləmək mümkün olsun. Adətən bunu necə edirlər? Yəni çox vaxt bunu həyata keçirmək üçün adətən kartı format edirlər. Format etdikdən sonra da onun içində olan hər hansı bir məlumatlar silinir. Bu yolla da etmək olar, amma mən bu yolu daha çox məsləhət görürəm sizə. Formatsız, rahat şəkildə heç bir faylınızı silməmək şərti ilə, amma ən azından ehtiyatınızı tutun. Kopyalayın hər hansı bir papkaya, sonra bu əməliyyatı həyata keçirdikdən sonra bu əməliyyat onsuz da silməyəcək sizin kartınızı. Sadəcə olaraq biz qeyd etdiyimiz kimi, belə deyək də NTFS formatına çevirəcək, yəni kartın özünü. Dostlar, deməli bu əməliyyat hal-hazırda gedir, bir balaca gözləmək lazımdır. Deməli dostlar, gördüyümüz kimi əməliyyat başa çatdı. Burada axırda sonda yazılı zaverşina, yəni əməliyyat uğurla başa çatdı. Biz X edirik. Həmin əməliyyat sistemimizi bağlayırıq. Hər ehtimala qarşı bunu yeni X edirik və yenidən açırıq kartımızı və budur. Yoxlamaq üçün, əmin olmaq üçün görək əməliyyat düzgün gedib yoxsa yox. Svoyska düyməsini sıxırıq. Yəni görək bizim flash kartımız həqiqətənmi NTFS formatına keçib yoxsa əvvəlki vəziyyətdə qalıb. Yəni FAT32 vəziyyətində biz görürük ki, tamamilə kartımız bu əməliyyat sistemini başa vurdu, uğurla başa vurdu və NTFS formatına keçdi. Biz OK edib bağlayırıq və kartımızı açırıq və görürük ki, heç bir proqram silinməyib, heç bir yaddaşda olan fayl silinməyib. Bunu yoxlamaq üçün indi biz həmin faylı, yəni yüksək gigabayt, 4 gigabaytlıq bir faylı kartımıza atırıq, görək yüklənəcək yoxsa yox. Və budur. Hal-hazırda yükləmə gedir. Deməli, kartımızı heç bir format etmədən, heç bir belə deyək, faylı silmədən bu əməliyyat sistemi ilə rahat şəkildə növünü dəyişmək mümkündür. Yəni çox vaxt, çox videolar hazırlanır, qoyulur, yəni yerləşdirilir və yaxud da məsləhət görünür. Bu zaman onlar nə edirlər? Götürürlər, kompüter bölməsinə daxil olub, mən məsəl üçün göstərəcəm, kartın üzərinə gəlib, kartın üzərinə sıxıb, burada format düyməsi yazılır. Mən indi onu yoxlamaq üçün ən azından sizə bir digər flash kartı taxıb göstərə bilərəm. Baxın, adi belə bir bölmə gəlir, burada format bölməsi yazılır. Götürürlər, format bölməsini vururlar və gözləyirlər ki, kartın o format düyməsi açılsın. İndi biz gözləyək, qoy açılsın. Dostlar, mən digər bir flash kart taxdım, yəni onu göstərməyəcəm. Çünki hal-hazırda bizim kompüter Вирусная угроза была обнаружена. Əməliyyat gedir deyə avtomatik olaraq yeni bir başqa viruslu kartı taxıb onu sizə göstərmək istəyirdim ki, yəni necə format edirlər.
Gəlirlər kartın üzərinə, formatirovat düyməsini sıxırlar flash kartdan. Baxın, burada yazılır FAT32. Bu FAT32-ni bunlar götürüb NSV edib və nationality format OK düyməsini sıxırlar və bununla da belə deyək, kartın yaddaşını pozurlar və bu sistemə keçid alırlar. Amma biz heç bir kartın yaddaşını pozmadan gördüyünüz kimi də hal-hazırda yükləmə gedir. Bu əməliyyat sistemi ilə KMD-dən daxil olub həyata keçirsək və bu uğurla nəticələnəcək və həm kartımız təhlükəsiz olacaq, həm ən azından yaddaşı bərpa edəcək, yəni silməyəcək. Yəni yenə də ki, başqa yerə yükləməyimizə ehtiyac qalmayacaq. Və budur, format başa çatdıqdan sonra kartımız format oldu və girirlər beləncik Soyskaya daxil olsun, baxırlar və görürlər ki, həqiqətən də FAT32-dən NSVP NTFS-ə keçibdir. Yəni, burada artıq nəticə nə olur? Onların elədiklərində kartın yaddaşında olan hamısı silinir. Amma biz sadəcə kartın yaddaşını silmədi və bu əməliyyat sistemi ilə kartın yaddaşı qalmaq şərti ilə bunu həyata keçirdik. Digər bir tərəfdən dostlar, deməli, burada fikir verirsinizsə, fikir verin, burada udur bu, haradasa 4 GB-lıq kart idi, indi hal-hazırda 3 GB, 68 MB belə qalıb. Burada görmədiyimiz bir fayl var, bax burada qısa, bunu necə açmaq olar, yenə də pusk düyməsinə gəlib, KMD komandasını açıb, əvvəlcədən kartımızın adını yazırıq, G və Enter. Buraya isə deməli yazırıq, qabaqca mən hazırlamışdım, attrib /d/s defs r defs h defs s və bu işarəni, ondan sonra Enter düyməsinə basıb bir balaca gözləyirik və burada qeyd olunur ki, Ninaydın faylı, heç bir fayl tapılmadı. Heç bir fayl tapılmadı və yenə daxil oluruq və görürük, həqiqətən heç bir fayl tapılmayıb, boşdur və həmin əməliyyatı burada edirik və görürük, heç nə göstərmir. Bunu nətər indi edib əvvəlki vəziyyətinə qaytarmaq olar kartı, yəni necə əvvəlki vəziyyətinə təbii ki, bilirik ki, çünki burada fayl göstərir, baxın özünüzdə, haradasa bir 46 megabaytlıq nəsə ilə bir qalıb yaddaşda. Yeni gəlirik, slice düyməsinə basırıq, dəqiq baxdıqdan sonra format düyməsinə gəlirik. Burada NSV-ni dəyişib FAT32 edirik. Burada məlumat gəlir ki, silmək istəyirsiniz. Bəli, OK düyməsini sıxırıq və gözləyirik. Və budur, məlumat gəlir ki, kart format olundu, OK düyməsini zakrit sıxırıq və təzədən 46 MB öz yerinə qayıtdı. Amma burada fərq nə oldu? Fərq ondan ibarət oldu ki, NSV-də yox, bu artıq FAT32-də format olundu deyə o gizli dosya ki var idi. Baxın, gördüyünüz kimi tamdır kartımız. Hər ehtimala qarşı bunu yoxlamaq istəyiriksə, bir dənə də ən böyük gigabaytlıq bir məsələn, burada ISO fayllar var məndə, götürək və bunu götürək, 2 GB-lıq ataq görə yüklənəcək və budur, yüklənir. Bugünkü dərsimiz bu qədər. Dostlar, növbəti dərsdə görüşənədək sağ olun, kanalımıza abunə olmağı unutmayın, özünüzə yaxşı baxın.